Necə sevirsiniz Allahı? Bilin ki, Allah da elə sevəcək sizi. Allah insanları yaradanda əlilə bir ağır bir neymət verməyib ki, insan desin ki, ya Rəbbim, onu qaldırıb yeyə bilmirik. Allah hər şeyi bizim üçün hasadlaşdırdı. Namazı daha çox hasadlaşdırdı. Allah'ı sevmək üçün heç bir əziyyət çəkmək lazım deyil, heç bir ağır çəki daş qaldırmaq lazım deyil. Saatlarla da vaxt getmir. Allah'ı sevmək üçün 2 dəqiqə vaxtını ayırırsan səcdiyə. Bax, Allah səndən o sevgini istəyib. O sevgidə səni bu dünyada şeytandan qoruyur. Məhz Allah səni sevdiyi üçün səni özünü qorumaq üçün səcdə verib sənə. Get özünü şeytan vəsvəsəsindən, hiləsindən qoru. La ilahe illallah. Allah'a sığının, yaradan Allah'a nicat taparsınız inşallah. Şeytanın vəsvəsəsindən uzaq olun. Şeytan sizə